Biri noxud və qarğıdalı bir marketdə 90 qəpik, digərində 1 manat 20 qəpiyə satılır. Bu şirniyyat məhsulu isə bir dükanda 60, digərində 52, başqa yerdə 1 manat 5 qəpiyə təklif edilir. Aradakı fərq 15-20 qəpik olsa da, nəticə etibarilə bu 20-30, hətta 50% baha deməkdir. Bir dükanda 1 manat 20 qəpik, o birisi dükanda 1 manat 30 qəpiyə elə almışam. Evimizin yanındakı dükkanlarda olur ki, baha qiymətə satırlar, amma beləncə marketlərdə biraz ondan ucuz olur. Pasiyan aldığım yoğurt və uşaq üçün məhəllədə də yoğurtdan dənəsi 25 qəpikdir, amma başqa marketlərdə 30-35 qəpikdir. Marketoloqların sözlərinə görə qiymət fərqinin səbəblərindən biri ticarət obyektlərinin icarə qiymətləridir. Şəhərin mərkəzində yerləşən market sahibləri daha yüksək icarə haqqı ödədiklərindən həmin xərci çıxarmaq üçün məhsulun qiymətini artırırlar. İkinci səbəb isə bunların hansı həcmdə məhsulu almasıdır. Məsələn, istehsalçıdan hansı həcmdə almasıdır. Əgər deyək ki, bir mağazanın şəbəkəsində 30 mağaza varsa, digərində 10 mağaza varsa, bunların satın alma tələbləri fərqli olur. Fərqli olduğundan görə də istehsalçı bunlar üçün ayrı-ayrı faiz endirimlərinə getməli olur. Bəzi marketlərdə isə məhsul topdan satış qiymətinə, yəni üzərinə hər hansı məbləğ əlavə edilmədən satılır. Bu zaman ticarətçi malın sahibindən satışın həcminə uyğun faiz əldə edir. Bəs vətəndaşlar məhsulun harda daha ucuz olduğunu necə müəyyənləşdirə bilərlər? Bu hansı ki, supermarketlərin müxtəlif aylıq və yaxud da ki, həftəlik çıxardığı kataloqlar olur. Orada hansı məhsullara endirim olunub, hansı məhsullar hədiyyəlidir, hansı məhsullar fürsət məhsullar ki, hansı ki, birinin alanda digəri yarı qiymətinə və s. və yaxud da üstündə digər hədiyyə verilir, 1+1 aksiyalar olur. Buradan təqib edilə bilərlər və ilk növbədə izləyə bilərlər ki, hansı supermarket şəbəkəsində daha çox market varsa, onlar daha çox endirimə gedirlər, belə deyək.